Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb. Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, iyunun 9-da keçirilən test imtahanında 4228 nəfər müəllim iştirak edib və 98% davamiyyət qeydə alınıb. Bildirilir ki, bugün təşkil olunan təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 12:00-dan etibarən start veriləcək. Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin Təşkili şöbəsinin müdir müavini Nurlan İsmailbəyli bildirib ki, müəllimlərin sertifikatlaşdırma nəticələrinin gələcəkdə məktəb direktoru və müavini seçimində, o cümlədən qeyri-maddi rəğbətləndirilmə prosesində nəzərə alınması planlaşdırılır. Sertifikatlaşdırmada ən yüksək nəticə göstərmiş müəllimlər gələcəkdə ödənişli əsaslarla mentor müəllim kimi məktəb daxili metodik xidmətə cəlb olunacaqlar.